Hamınıza salam dostlar, nə tərs ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə birlikdə yeni kanalımızın ilk videosunu çəkirəm. Yəni, mənim əvvəlki bir dənə kanalım var idi. Yəni, bu mənim kanaldakı ilk videomdur. Gedin YouTube'a yazın, Azad Böyük hərflərlə Azad Beysi. 200 abunəyə yaxın, 193 abunəlik kanal gələcək. Elə son videolarda görəsiniz, olacaq FC şampiyonu oldum falan filan. FIFA videoları da atırdım. Yəni dostlar, həmin ay hesabımı itirdim desəz nətər, həmin YouTube kanalımın elə bir Gmaili, mən o vaxtlarım nətər Free Fire geri dönəndə demiştim geri dönəcəm. Takipçilərə söz vermişdim. Dönəndə çaşıb lazımsız Gmaillər siləndə lazım olmayan Gmaillər sonra telefonumda. Getdim YouTube kanalımın Gmailini də sildim. Ondan sonra da heç poxa düşdüm. Gətirəmədim. Parol zat yadımdan çıxmışdı. Başqa olasınaya bastım. Nömrəyi yazdım. Nömrəyə kod gəldi. Yazdım. Olmadı. Sonra parol istəyir. Parolu da bilmirəm. Yedəşlənmiş kodlardakı yaddaşa şey eləmək yadımdan çıxmışdı. Ona görə getdi. Yəni o yox şey, Brawl hesabım getmir. Mən Brawl hesabımı da ayrı Gmail-ə bağlamışdım. Brawl hesabımın Gmail-i də Gmail amma hər şeyini təbii ki də bilmirəm. Onun kimi səhv buraxmamışam. Free Fire hesabımın Gmail hər şey lox kimi nətərdim yadımdan çıxarmışdım ya da ki heç bir yerə qeyd eləməmişdim də belə. Ona görə havayı hesabımız getdim. Heç nə olmaz olsun. O hesabımızın 200 abunə, yəni qısaca 150-si, 100-ü falan deməli yarısı da Free Fire-a görə şey idi, takip eləmişdi. Amma indiki kanalda artıq Free Fire yox, Brawl Stars videosu olacaq. Yəni Free Fire geri dönməyi heç düşünmürəm. Çünki Free Fire-da əvvəlki kimi deyil mənə görə oyun. Əvvəlki marağa görə olsa 2024-dəki marağı ya da ki, mənim əvvəllər 2017-dəki falan kimi, yəni əvvəl kimi maraqlı olsa oyun, o vaxt gəlirdim. Amma hal-hazırda indi maraqsız gəlir və hal-hazırda mənim tanıdığım nə qədər də adam Free Fire buraxıb maraqsızlığından, ona görə oynamırıq. Brawl Stars oynayırıq. Brawl Stars'da təbii ki də mən Free Fire kimi 2024-dən oynayıram. İndi isə bugünkü videoda, yəni kanalımız Brawl Stars kanalıdır və bugünkü videoda isə mən həmişə ilk videolarda həmin o oyunun hesabını tanıtıram. Ona görə bugünkü videoda Brawl Stars hesabımı tanıtacağım. Yəni tanıtacağım. Sabahdan da yavaş-yavaş kasma falan, amma elə bir kanalda FC videoları da gələcək, FIFA videoları da atacağım, nətər deyim. Amma belə olacaq da dostlar, %70, yəni çox faiz şey atacağım, Brawl Stars. Arada bir FIFA atacağım. Elə bir ki, həftənin 7 günü deyil, 7 günün 2 günü ya da 3 günü, amma 2 günü də, 2 günü daha doğrusu 3 gün yox, 2 günü FC videosu atacağım. Qalan 5 günü isə Brawl Stars videosu atacağım. Nəysə dostlar, keçək yavaş-yavaş videomuza. Birinci hesabımızın burasını göstərək. Hesabımıza görə, kupamıza görə hesabımız çox zordur da. 37.000 kupada dünya şöhrəti 2000 hesab və hesab 2024-də qurulub və arada düz 6 ay Brawl Stars'ı buraxmışam, 6 ay. Həmin o ayda buraxmasaydım, bəlkə indi nətər deyim, ay şöhrəti yox, aydan sonra gələn olardım, o da bəlkə də. Amma yəni polun ay şöhrəti 3 saat olardım da, əgər arada o vaxt oynasaydım əgər və kupam da daha çox olardı. Amma yenə də kupama görə çox da şey hər şey və mən öz hesabımdan məmnunam və öz hesabımı heç vaxt yəni dəyişmək falan elə bir şey falan eləmərəm. Neysə, başlayaq. Mən birinci nətər başlayım Bravla onu deyim sizə. Bravla mən ilk dəfə ömrümdə 2020-də kənddə bir dənə qohumumun mənə deməyi ilə başladı. Mən həmin vaxt bircə saat oynamışdım onu, sonra sildim. Sonra isə 2023-də həmin o qohumum təzəmaya başlatdı. Bu dəfə bir gün oynayıb sildim, maraqsız gəldiyini. Amma sonra 2023-ün yayı yox, amma
qohumum həm 2020-dən 2020-də yayda yüklətdirdi bu oyunu. Sonrası 2023-ün dekabrında mən bunu özüm yüklədim. Amma sonra bir-iki gün ötdən sonra buraxdım. Sonra da hesabı mən Gmail bağlamaq falan bilmirdim. Sonra 2024'ün nətər deyim, Godzilla olduğu şey vaxtından elə bir-iki gün. Ya Godzilla olan vaxtda, ya Godzilla'nın bitməyinə son 2 gün qalmış. Ya Godzilla etkinliğinin Brawl Stars'da 2 gün son 2 gün qalmışdı. Yəni 2 gündən sonra Godzilla'nın gedəcəyi vaxtı mən bunu elədim. Yükləyəndə gördüm oyun Godzilla event gəlib gördüm kulüblərdə nə bilim şey yadımdan çıxıb amma deyəsən yumurta toplayıb Godzilla skinini almaq olurdu Godzilla bas. Elə mən həmin o eventdə sadəcə 2 gün oldum amma yenə də ən azından nə bilim yumurta falan filan aça bildim amma yumurtaların birindən efsanevi yazdı birindən. Ondan da qaqa şey çıxmışdı. Allah'ın olsun altın çıxmışdı. Hamıya olmazsa yaxşı cep Brock'dur, nədir bilmirəm. Ona kostyum verərdim də o rəngli. Neyse heç nə olmaz. Başım bıraxaq. Ya hesabımız o vaxtda 2024 idi. O vaxtdan açıqda 2 il. Yəni sonradan Gmail eləmək bildim. Mən bütün oyunlarda həmişə Gmail 2024-də bilmişəm. Free Fire'da da həmişə misafirə bağlayırdım. Sonra Google'da Gmail'ə bağlayıb başa düşdüm. Neyse dostlar. Mən dediyim kimi həmin o qohumumun elədiyi, bravlıma öyrətdiyi olan o kənddəyəm. İnternetimiz də belədir, pisdir. Pisdir amma yeni yaxşılaşdı. Bir dəqiqə gözləyin. Bu stolu götürüb bura aparım. Burada çəkim videonu. Neyse dedim sizə artıq bravlı çayımı və yəqin ki futbola baxarsınız 2026 Dünya Çempionatına mən Portuqaliyanı dünən dara 2-1 uddu Portuqaliya. Oyuna dünən girmədim, bugün girdim. İndi bunları nə bilim videodan sonra görə bilərəm. Görəm hamısını deməyim. Amma bəzən eləyəcəm. Amma bu qutu olan görə bilər eləyəcəm çünki bu qutuyla gəldə 120'də şey verir. Berlin bir dənə kostümü var. Yəqin indi görürsünüz 120'dən olsa amma 120 də çoxdur. Neyse. Siz hesabınızı vəxşi tanıtmağa mənə gözləyirəm burada. Bir-iki böyle video sonra sizə, bir-iki videodan sonra isə bu bizim kulübdür. Bir-iki bölümdən sonra isə bu mənim qardaşımdır. Adı Eldardır. Bu hesabımı göstərəcəm. Buradakı dünya şöhrəti 3'dür. Məndə 2 aramızda sadəcə bir fərq var. O da 2025'də başlayıb. Arada mən 6 ay buraxanda oynayırdı deyə gəlib mənə keçib. Güzel biraz oyunun səsini azaldıq. Vəbşə mən 0 eləyək ki 0'da qalsın. Orada səsimi falan işlənməyəsiniz. Başlayaq şeyliylə şeydə bunlar var və tutduğum komandamda kostüm var. PSG şeyli. Neyse bu belədir. Nə bilim Nita'nda kostümü belədir. Elə bunu kuşanmışam nəyə görə? Çünki bu destansı kostümdür ona görə. Colt min kupadır, kostümlər belədir. Elə əlimlə basaraq da göstərməyəcəm, belə göstərəcəm, belə. Bunlar belədir, ya da belə göstərim. Viking Bull var. Bir də aslanıma mən bunu kuşanmışam, təbii ki, bir gizəmli kostümdür. Məndə də o zaman şeytan mələyin bütün kostümləri var da. Bütün nə var desə hamısı var. Brock da belədir. Bu Brawl Pass kostümüdür. Amma mən təbii ki almamışam. Mücəffərini almışdım. Ayıpıyorum da kostümlərimiz doludur. Hamısı da zordur. Bu var, bu. Elə ən zor məncə 3 kostüm budur. Əsasdakı ən sevdiyim kostüm budur deyə. Mənim ən sevdiyim kostüm Sünger Bob'dur. Həm old olduğuna görə, həm də ki
Nədənsə xoşuma gəldi. Şirin kimi görünür. Roza belədir. Poco belədir. Bir belə var. Çizici Poco. Bunu mən almışam, çıxartmışdım Subay Surfuna. Sonra o isə bunu pulsuz vermişdi. Bunlar da belədir. Barley belədir. Qırmızını kuşanmışam. Jesse belə. Dynamik mənim ən sevdiyim Super Ender. Mike. Tik belədir. 8 bit belədir. Piano da var amma mələk kuşanmışıq. Rico da 1000 kupadır. Rico'da da kostyumumuz dəhşət çoxdur. Bunlardır. Bunu kuşanmamışam ama bunu kuşanmışam. Nəsə bunun səsi falan daha qəşəng gəlir mən. Daryl kostyumlarımız belədir. Bunu kuşanmışıq. Belə Cadılar Bayramı peyni var. Brawl Pass kostyumudur. Bu ultra kutudan çıxdı. Dünən oyunun pulsuz verdiyi çox əsəbləşdim. Amma yenə də Karla da normal kostyumumuz oldu. Bu destansa deyə buna kuşanır və bu mənim hesabımın ilk kostyumudur. Bu ilk kostyumudur və bu hesabımın ilk destansı kostyumudur. Yəni ilk aşamalı. Yəni bu kostyum aşamalıdan çıxmışdı. İlk kostyumum idi. O imza çoxdur. Budur, bu şeytan və bu da Brawl Pass Plus. Bunu da adı günümdə almışdım. Həmin o Free Fire oynadım. Free Fire boyapası alım. Sonra dedim ya da yox. Brawl alım. Yaşla Brawl da almışım. Qas belədir. Şeytan kuşanmışıq. Pəmin ən yaxşı kostyumu var. Efsanevi kostyumu. Piper belədir. Studa belədir. Efsanevi Stu var. Yəni sport üstü. Efsanevi kostyum. Bir belədir. Bibimiz belə. Frank belədir. Frank mənim ən sevdiyim destansılardan biridir. Yəni ən sevdiyim 3 destansı var. Edgar, Frank və Pearl. Təbii ki, bir nömrə də Pearl'dır. Kurabiyə pişirən. Edgar'ımız belədir. Edgar'ın kostyumu çox zordur. Bu var. Baxın dostlar, gizemli kostyumu var. Hırsız Edgar gizemli kostyumu var. Üst Pilus efsanevi kostyumu var. Mecha beyaz var. Pilus'da hiperşarj kostyumu var. Meleş kostyumu var. Edgar'da. Griff'i göstərəmədik. Griff belədir. Hansın kuşanmı? Bu da zordur. Bəlkə bunu deyəm kuşanaq. Hə, bunu kuşanaq məncə də. Bu da nətər deyim, qəşəng gəlir bunu kuşanaq. Özə bu daha dəyərlidir, nadirdir bu. Çünki bu şeylərdə gəlir ancaq yeni illərdə. Bu da Jail'in kostyumu. Jolly kostyumu. Jail kasmıram deyə kostyum pisdir. Bonnie da çoxdur kostyum. Hamısında anısı var ya, bu ikisini Müzəffərlə Loxşun mini almışdım. Bu efsanevdən çıxmışdı. Əziyyətlə oynayıb efsanev açmışdım. Bu çıxmışdı. Bunu da yarışmadan almışdım. Bu da ki efsanevdən çıxmışdı. Amma bu yenə də qəşəngdir. Bonnie'nin ən yaxşı, ən dəyərli kostyumu budur. Destansı kostyum çünki. Grom'da kostyumumuz çox zordur da. Bu var. Grom'un görünüşü olaraq ən zor görünüşlü kostyumu var. Və Grom'un ən bahalı kostyumu var, gizemli kostyumu. Amma bunu kuşanmışam. Bu daha zordur mənə görə. Belədir, emosiyalarda. Collet belədir. Bu var. Şeytan Collet var, bu var. Amma mən bunu Brawl Pass'inin almamışam yəni. Özləri çıxıb, Starnova şeyindən çıxıbdır. Bell belədir. Bell'in şey var, ən yaxşı kostyumu, gizemli kostyumu var. Mən biləm, bu gizemli kostyum olmalıdır. Hə, bu da yenə gizemli kostyum var. İşte bunlardır. Hələ ən sevdiyim də pizzadır, pizza eş. Amma mən də kasmıram deyə pisdir məndə. Sən belədir, yetisəm. Sən də o qədər sevmirəm. Lola belədir. Peki Lola'ya baxım. Lola daha qəşəng kostyumlarımız da var əslində.
Baxın bu olan bu kostyumun endirliyi nədir? O bile ne oldu düz bize 3 tane destans kostyum var. Yox 4 tane daha doğrusu. Bunu kuşamışam, bunu görüşəm qərbədəm də bu da nətər deyim. Dəyərlidir də. Çünki desəniz ki nətər dəyərlidir. Oyundan qaldırılıb da ona görə. Misi belədir. Hank belədir. Hank. Pearl en sevdiğim destansı budur. Berry belədir. Berry. Angela belədir. Sushi Angela var. Larry ilə Lowry. Bu da var. Bu da qəşəkdir. Bu da var. Shade belə. Meeple belədir. Trunk belə. Bolt belədir. Bu da yeni gəlib oyuna bu karakter. Mortis çoxdur. Bu var. Bu var. Bu Cersei var. Mortis sahilde var. Mecha Mortis var. Gala Mortis var. Hades Mortis var. Brawl Pass kasım. Bunun düzündən Brawl Pass'ını almışdım. İndirmə düşmüşdü. 5 manata aldım və şeytan en yaxşı olan böyle şeytanı kuşanacağım. Tara belədir. Bu nə də Taraya yeni kostyum gəlib. Jim belədir. Max belə. Mr. P də belə. Sprout'da da kostyumumuz çoxdur. Byron 2 dənə destansı var. Bu daha dəyərlidir. Bu oyundan gedib Subway Surf kostyumudur ona görə. Squeak'ın bütün kostyumları var. Bu var. Bu. Nə desəniz var da Squeak'ın kostyumları. Law belədir. Rasputin belədilər. Mr. Buzz belədir. Fang belədir, şeytan Fang. Bu yıldız gücünü sizlənə kuşanım. 2000 yığıb yıldız gücü də alacağım indi buna. Eevee belədir. Otis bir şeytan var, bir də bu var, amma bu gizəmlidir deyə kuşanmışam. Buster belə, Grey belə, Artiful və ən yaxşısı da var. Willow şeytan Willow var. Dagtap və bunlardır. Chuck belə, Charlie belə, Miko bu, Clancy bu, Lily bu, Mələk. Melody belədir. Destans kostyum var, həm də aşamalıdır. Moe belə. Moe özə sevirəm Moe'ni. Juju, kasmıram, heç sevmirəm deyə. Belə kostyum pisdir. Oba Olli, Firon Olli var. Elə mənə görə ən yaxşı kostyum budur, amma dəyərli olaraq ən dəyərlisi, yəni oyundan qaldırılan bu var. Jake Olli, Subway Surf. Hamı quşamışıq. Jeyong belə, Finks belə, Lumi belə, Ziggy belə, Mina belə, Ali belədir, Gigi belə, Mina neydi? Naija belədir. Gigini göstərdim, Glowy, yəni Glowbird elədir, Starnova. Yoxdur, Starnova 257 kuadır. Bununla çox kasmışam. Bu çox zor karakteridir, amma bir səviyyə ilə düz 257 kupa eləmişəm. Demian belədir. 11 səviyyədə, amma mən Demian kasmıram nədənsə. 339. Amma çox zordur da Damian. Spike belədir. Oyundan sevdiyim ikinci efsanevidir. Grove belə. Bunu kuşanmışıq. Mika. Leon da belədir. Leon əvvəllər mənim sevdiyim efsanevi idi. Senni belə, kabus bomba. Hətta Senni 1000 kupadır. Amberdə elə ən zarı. Amberdə düz 2 dənə efsanevi kostyum var. Məndə bir bu efsanevidir, bir də bu. Amma bu daha qəşəngdir və daha dəyərlidir deyə bunu kuşanmışam. Meg belədir. Surge, mənim Surge oyunda ən sevdiyim karakter
Yəni M-dəki ən sevdiyim əfsanəvi, yəni elə ən sevdiyim elə karakterdirsə, yəni təbii ki, ən sevdiyim əfsanəvi olacaq. Yəni oyunda ən sevdiyim karakterdir. Yəni nə Kit, nə Edgar. Mənim Promoy ən sevdiyim karakter sözdür və 2 ildir də 2024-dən ən sevdiyim karakter sözdür. Belə kostyum var. Budur, 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 budur. Budur və budur. Məndə Surge'un bütün kostyumları var, bütün. Nə var, nə yox desəniz var, amma təkcə bunun mavi halı yoxdur. Bunun. Bu mavi halı. Bu da ki, oyunun ən ilk Brawl Pass-lərindən də, həm də ki, o vaxt mən heç Brawl Stars başlamamışdım ona görə. Nəsə, bu oxşana saf altın daha dəyərlidir, saf altın Surge. Altındandır da. Özə ki, bahalıdır deyə onu oxşamışım. Gəldik bir 1000 kupa karakterimizə, Chester belə, Cardelius belə, Kit, ən rahat kastığım karakter. Belə, Pierce belədir. Pierce çox sevirəm, çox zordur, amma fulləməyə də axotum yoxdur. Kenji belədir, Manga Kenji. Belədir. Draco yoxdur, pisli kostyum, Kaze yoxdur, Sirius'da isə yoxdur. Fisio dostlar, hesabımızı artıq göstərmiş sayılıq. Bir dənə profillərimizi də göstərək də Fisio. Bunlar nədir biraz? Bunlara baxım mən. Dəqiqə bunlara baxım. Bunları belə xətrizə dəyməyəm. Pulla alar zarafat, pulla alan bunları. Loxdur, yox. Yeni kostyum gəlb. Ama yine de alan alar da. Ya alan alar daha doğrusu. Neyse bunu gösterəcəydim. Yani Prestige 15'dir. İndi oyun eləyirəm. Prestige karakterlərimiz bunlardır. Ən çox da Kitdir. Profilimiz də ki Azad Free Fire, o vaxt Free Fire oynayırdım, ona görə elədi. Neyse. Yəni belədir. Azad Free arkadan atsam profildə belə qaradır. Oynayarıq. Neyse artıq dostlar. Bir də profil olsa ya, profili kimdir version alın. Yəni yüksələ gizəmli olmuşuq kademəmiz. Neyse artıq dostlar. Yavaş yavaş videomuzun sonuna gələk. Əgər videomuza bura qədər baxdıysanız hər bizə təşəkkür edirəm və Brawl Stars kanalıdır bu kanalı, yəni təzədən də deyirəm, xəbəriniz olsun. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sonraki videolarda görüşərik.